Bugün 20 Yanvar şəhidlərinin anım günüdür. Elimizin, rayonumuzun Ağsaqqallar Şurasının sədri, çox hörmətli Vaqif müəllim və eləcə də bütün Cəbrayıl sakinləri demək olar ki, hamı kimi yığışmışıq anım gününə. Anım günü. Ardın siz devam edin. Vaqif müəllim, ardın siz devam edin. Mən çəkiliş yaparım. Çox sağ olun. Bəli, Cəbrayıl Ağsaqqalları, Cəbrayıl sakinləri böyük əksəriyyəti demək olar ki, hamısı elə Cəbrayılın hazırki Ağsaqqallarıdır. Yığışıblar bura bir hadisə, bir 100 nəfərdən çox Cəbrayıllı var. Bura anım gününü saat 12 tamamda qeyd edəcəyik. Allah 20 Yanvar şəhidlərinə qəni-qəni rəhmət eləsin. Cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Amin inşallah. Və Cəbrayıllar da həmrəy olduqlarını bir daha bildirirlər və burada biz Allah qoysa saat 12 tamamda bir nəfər kimi anım gününü, anım anını qeyd edəcəyik. Sağ olun. Sağ ol. Böylece bir daha Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Xalqımız bir də belə qanlı günlər yaşamasın. Amin. Allah dövlətimizi, millətimizi, ordumuzu qorusun. Allah'a əmanət olun. Çəkiliş apardı Cəbrayıl rayon Könüllü Nəzarətçilər Təşkilatının sədr mavini İldırım Fərhadoğlu.